Hello, my dear students. Let's begin with the adverb. Today's our lesson is adverb. Bugünkü dərsimiz zərf mövzusudur. Sifəti keçdi. İndi gəlin zərflə tanış olaq. Bilirik ki, zərf hərəkətin necəliyini bildirir. Yəni isim öyrənəndə dedik ki, isim əşyanın necəliyini göstərir, amma zərf isə hərəkətin necəliyini göstərir. Düzdür, hər zərfin tərzi hərəkət forması hərəkətin necəliyini göstərir. Zaman zərfimiz var, nə zaman baş verdiyini göstərir və s. Bugün isə biz öyrənəcəyik tərzi hərəkət zərflərini, adverbs of manner. Okay, zərf sifətin sonuna ly şəkilçisini artırmaqla, baxın burada yazıbdır, ly şəkilçisini artırmaqla düzəldirik. Tərz hərəkət zərflərini, for example, quick, quickly, easy, easily, fluent, fluently, etc. və s. Amma bəzi sözlərimiz var ki, bunlar həm sifət, həm də zərf rolundadır. Yəni cümlədə yerinə görə, əgər hərəkətə aiddirsə, o zaman zərf olacaq, isimə aiddirsə, o zaman sifət olacaq. Bax, bu sözlər buradadır. Fast, sürətli, long, uzun, far, uzaq, low, alçaq, little, az, much, çox, early, erkən, hard, ağır, daily, gündəlik. Bu sözlər yerinə görə həm sifət, həm də zərf ola bilər. Məsələn, for example, burada verilibdir birini. A fast car, sürətli maşın, yəni maşına aid olduğu üçün burada bunu sifət kimi götürür. Drive fast, sürətli sürməkdir, sürətlə sürmək deyəndə isə nə edəcəyik? Zərf kimi götürəcəyik. Digərləri də eyni qayda ilədir. Hard job, çətin iş, to work hard, çox işləmək, əzmlə işləmək deməkdir. Burada bir istisna söz qoyulubdur. Fastly deyə bir zərf formamız yoxdur. Bunu yadımızda saxlayırıq. Sonra aşağıda bir cədvəl var. Bu cədvəldə biz bunlara link verblər deyirik. Yəni bunlar, bu feillər özlərindən sonra zərfi deyil, sifəti gətirirlər. Yəni burada məntiq nədən ibarətdir? Yuxarıda dedik ki, zərf hərəkəti ifadə edir. Bunlar feil olsa da, burada hərəkət olmadığı üçün biz bunları sifətlə işlədirik, zərflə işlətmirik. Bu nədir? To be, become, get, seem, look, feel, sound, taste, smell sözləri nə cür olacaq? Yəni bunlar özlərindən sonra sifəti gətirəcəklər. Bu sözlər zərflə işlədilməyəcək. Məsələn, baxın burada nümunədə verilib. You are attentive. Sən diqqətlisən. Not attentively. Attentively verməyəcək. Your results will be good. Well şəklində verməyəcək. Bilirik ki, good da, well da hər ikisi yaxşı deməkdir. Well zərfdir, good isə sifətdir. Yəni bunlar link verblərdir. Link verblər isə özlərindən sonra sifət gətirirlər. Baxın, this soup tastes delicious. Bu supdir, dadlıdır. Yəni supun dadıdır. Sup hərəkət etmir, dadmır. Aydın oldu. Ona görə biz bunu deliciously deyil, sweetly deyil, sweet şəklində, smell, sweet şəklində verəcəyik. Amma mən sizə burada bir haşiyə çıxmaq istəyirəm. Bu smell, taste sözlərində əgər canlı gələrsə, o zaman biz burada o zaman zərf işlədəcəyik, sifət işlətməyəcəyik. Gəlin bu cədvəli mən biraz böyüdüm. Buradan daha yaxşı izahını verim, nə demək istəyirəm. Baxın, burada yazıb ki, this flower smells sweet. Bu çiçəklər şirin qoxuyur. Yəni çiçək burada hərəkət etmir. Amma əgər desəydim ki, I smell the flower, burada artıq I smell dediyimə görə mən eləyirəm. Bu zaman, məsəl üçün, zərf işlədəcəkdim. Deyək ki, bir zərfim carefully sözünü verək. Məsələn, carefully sözünü verək. I smell the flower carefully. Baxın, mən burada nə işlətdim? Zərf işlətdim. Aydın oldu. Yəni, əgər canlı gələrsə bu smell, taste sözlərinin qarşısında zərf işlədəcəyik. Cansız gələrsə o zaman sifət işlədəcəyik.
Bunu mütləq şəkildə özünüzdə qeyd eləyin. Sonra burada elə deyəsən bu sözü verib. Burada elə verir. I like to smell. Baxın burada bu I'll smell deeply. Dərindən çəkdim qoxunu içimə deməkdir. I tasted carefully. Bax, ehtiyatla dadına baxdım. Görürsünüz burada şəxs canlı gəldiyinə görə zərf işlətdik. Bir də look sözünü burada verilibdir. Look özü tək işlənəndə görünmək deməkdir. Amma look söz önü qəbul eləyirsə, at, for, forward to kimi söz önlərini qəbul eləyirsə, artıq burada zərf gətirəcək. Look özü görünməkdir. Deyirəm ki, you look happy. Baxın, yazıram. You look happy. Sən xoşbəxt görünürsən. Happy nədir? Burada sifətdir. Mən burada look sözü görünmək mənasında olduğuna görə mən bunu sifətlə verdim. Amma deyirəm ki, you look at happily. Sən xoşbəxtcəsinə, happily. Burada nə cür verəcəkdik bunu? Happily sözünü. Aha. You look happily. Neynədir? Sən xoşbəxtcəsinə görsənirsən. Aydın oldu? Yəni, əgər at sözünü qəbul etdiyinə görə, artıq burada bir hərəkət göstərir. Yəni, baxmaq sözü gəlir. Look forward deyə bilərəm, look forward to deyə bilərəm. Bunlar artıq look sözünü qəbul edirsə, mənim burada işlədəcəyim şey zərf olacaq, sifət deyil. Sonra keçdik buradan zərfin digər formalarına. Feel sözü, baxın burada feel sözünün işlənməsinə diqqət yetirək. Feel hiss etmək deməkdir. Feel sözü özümü yaxşı hiss edirəm deyəndə well zərfi ilə işlənə bilər. Yəni burada feel hərəkət hiss edirəm. Hərəkət olmasa da, belə deyək də, feel sözü link verb olsa da, yəni zərf deyil, sifət tələb etmiş bir feil olsa da, yuxarıda bunun haqqında dedik. Baxın, burada feeli də dedik ki, zərf deyil, sifətlə işlənir. Amma burada feel özünü yaxşı hiss etmək mənasında verirəmsə, well-la işlədəcək, yəni good-la işlətməyəcək. I don't feel well, I feel bad. Mən özümü yaxşı hiss etmirəm, pis hiss edirəm mənasında. I feel well, yəni özümü yaxşı hiss edirəm. Burada artıq good-dan deyil, well-dan istifadə edəcəyik. Ümid edirəm ki, bu hissə anlaşıldı. Sonra burada to be-nin işlənməsinə verir. Yəni, yenə deyirik ki, to be-də, baxın burada, to be feili də link verbdir, yəni sifət gətirir özündən sonra. Burada isə bizə bir istisna kimi veribdir. Nə cür? To be feilindən sonra sifət işlədilməlidir. Yəni to be, am, is, are, was, were, will be, shall be, bunlar özlərindən sonra sifət gətirir. Amma əgər nöqtələrdən sonra sifət varsa, baxın bu cümləni daha açıq formada mən sizə izah edim. Deyək ki, məsəl üçün to be-nin forması gəlib və burada bir sifət gəlib, düzdür? Bu ortaya, indi burada to be var deyinə, mən bura sifət qoymalı deyiləm. Sifəti nə zaman qoyaram? Əgər burada isim olarsa, mən burada sifət işlədəcəm. Yəni, sifət isimi təyin edəcək. Yəni, burada nöqtələrin yerində sifət işlədəcəm. Əgər özündən sonra isim gələrsə, yox, əgər bu nümunədə verildiyi kimi sifət gələrsə, sifətin qarşısında sifət işlədə bilmərəm. Yəni, sifət üstə gəlinsin, isim ola bilər. Sifət üstə gəlinsin, sifət olmaz. Yəni, sifətin qarşısında mən zərf işlədə bilərəm. Yəni, zərf üstə gəlinsin, sifət işlədəcəm. Aydın oldu. Yəni, sifət isimi təyin eləyir, zərf isə sifəti təyin eləyir. Sifət sifəti təyin etmir.
yəni sifətlə yanaşı işlədilməz. O zaman işlədilə bilər ki, ortaya and bağlayıcısı gələ bilər və yaxud da vergül qoyula bilər ki, yəni bir-birindən ayırsın. Sifəti təyin eləyəcək zərf. Yəni bu cümlədə shocked sözü sifət olduğuna görə to be gəlsə belə mən burada sifət deyil, zərf işlədəcəm. Aydındır inşallah bu dediyim. Sonra keçdik burada dedik ki, sifətlər zərf nə cür düzəlir? Zərf sifətin sonuna ly şəkilsini artıraraq düzəldirik. Yəni belə deyək də, nümunə də verdik yuxarıda quick, quickly, sonra careful, carefully, carefully. Ly şəkilsini artıraraq biz zərfi düzəldirik. Amma hər gördüyümüz ly şəkilçisi zərf deyil. Sonu, baxın burada cədvəldə ly ilə bitib sifət olan sözlərimiz var. Lovely, lively, lonely, elderly, silly, ugly, friendly, manly. Bunlar ly ilə bitir, amma zərf deyil, sifətdir. Aydın oldu? Yəni bunları belə deyək. Sifət üstə gəlinsin, ly zərfdir. Yazaq burada. Sifət üstə gəlinsin, ly bu olacaq zərf. İsim və yaxud da feil üstə gəlinsin, ly bu olacaq sifət. Baxın burada da sillydir, uglydir. Bunlar sözlərin özüdür. Amma elderly, lonely, lively bunlar görürsünüz isimdən ya da feildən düzəlmə sifətlərdir. Ly sifəti keçəndə öyrənmişdik ki, ly həm də sifət düzəldən şəkilcidir. Yəni bunlar nə deməkdir? Yəni ona görə də bu sifətlər bu feillərlə işlənə bilər. Yəni bu feillər özləri ilə sifət gətirdiyinə görə, bunlar da sifət sayıldığına görə işlədə bilərik. Bu sözləri, baxın bu sözləri zərf kimi işlədəndə biz bunu in a way birləşməsindən istifadə eləyəcəyik. Məsələn, baxın burada verib in a friendly way. In bura bu sifətləri qoyub zərf kimi istifadə eləyə bilərik. Məsələn, burada deyir ki, for example, in a friendly way. In a, məsələn, a lovely way. Yəni, xoşa gələn tərzdə. Məsələn, deyirəm ki, we spoke in a lovely way. Biz xoşa gələn tərzdə, in a lovely way, biz xoşa gələn tərzdə spoke, danışdıq. Görürsünüz? Burada artıq bu zərf formasında gedəcək. Amma deyə bilmərəm ki, we spoke lovely. Bunu burada işlədə bilmərəm. Çünki lovely sözü sifətdir, zərf deyil. Bunu zərfə gətirməyim üçün bu ifadədən istifadə eləyəcəm. In a way ifadəsindən. Aydın oldu inşallah bu hissəsi də. Sonra keçdik zərfin dərəcələrinə. Zərfin də sifət kimi 3 dərəcəsi var. Yenə sifətdə nə cürdürsə, zərfdə də eyni qayda ilədir. Positive degree adi dərəcədir. Əslə, inkarda not so, əslə, too, very, enough, so, rather, quite adi dərəcədə işlənir. Sonra comparative degree'də də yenə tək hecalı, çox hecalı dediklərimiz uşaqlar burada daha çox düzəltmə zərflərdir. Tək hecalılar yenə ear'la, çox hecalılar more'la və burada qaydasız yolla düzələnlər var. Eyni şəkildə davam edir. Heç sifətin dərəcəsində heç bir fərq yoxdur. Nə var burada? Burada bir şey mən gəlin sizə istisna olaraq qeyd edeyim. Bu deyir ki, ly ilə düzələn zərflər adi düzəltmə zərflər. Düzəltmə zərflərin üstünlük və müqayisəsi
More-la most-la düzələcək. İstisna sözdür. Early-dir, badly sözü. İstisna sözdür. Yəni earlier. Baxın burada. Earlier zərfləri istisnadır. Badly verse-ə çevrilir. Yəni badly sözü kökündən dəyişərək verse olur. Early sözü isə sözün özüdür. Yəni düzəltmə deyil. Ona görə er-lə düzəlir. Amma məsəl üçün easily, quickly, yuxarıda bax nümunə verib slowly sözləri düzəltmə zərfi olduğu üçün more-la düzəlir. Aydın oldu? Yenə than, much, a little bunlar özlərindən sonra müqayisəni gətirəcək. Sifətdəki kimi eyni qayda ilə superlative degree üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi də yenə tək hecalılar və çox hecalılar iki yerə ayıracaq most-la. Sadəcə olaraq sifətdən fərqi odur ki, sifətin üstünlük dərəcəsi Z artiklı ilə işlədilmir. Məntiq nədir? Z artiklı isimə aiddir. Sifət isimi təyin etdiyi üçün isimdə Z artiklını işlədirik. Zərf isə feilə aiddir. Feil hərəkəti təyin edir. Ona görə Z artiklı işlətməyəcəyik. Necə? Sifətin dərəcələridir. Eyni qayda ilə də zərfin dərəcələri eyni olur. Sonra burada dedik ki, yenə eyni dərəcədə have ever, has ever, had ever, in, on, at, among, one of, all. Bunlar hamısı nəyi göstərir? Üstünlük dərəcəsini göstərir. Burada bəzi sifətlərimiz var ki, biz onları qeyd etdik. Gəlin yuxarıda bu cədvələ bir də baxaq. Qeyd etdik ki, həm sifət, baxın burada, həm sifət, həm də zərf olan sözlərimiz var idi. Bunlar burada bəzilərini veribdir, bəzilərini burada məsələn hard sözünü veribdir. Fast sözündədir, fastlı deyə bir şey yoxdur. Gəlin bunları onda burada verdiyi kimi ayrı-ayrı edək. Baxın burada late sözü həm sifətdir, həm zərfdir. Late zərfi gec tərcümə olunur. Bunlar ly qəbul etdiyi zaman, yəni sözün mənası tamamilə dəyişir. Late gec deməkdir. Lately isə son zamanlarda kimi tərcümə olunur və belə deyək də bitmiş zamanın zaman zərfi kimi götürürük. Cümlənin sonunda əsasən də bitmiş zamanda istifadə olunur. Late gec deməkdir. Amma lately son zamanlarda mənasını verir. Sonra hard sözü, hard sözü həm sifətdir, həm zərfdir. Yuxarıda nümunə olaraq verdik. Məsələn, work hard burada nədir? Burada zərfdir. Zərfdir. Z yazıram ki, zərf olduğunu. Bir də deyirik ki, hard work, çətin iş. Burada isə sifətdir. Burada deyir ki, əzmlə işləmək, çox işləmək. Burada deyir ki, çox iş, çətin iş, ağır iş. Ağır iş olanda sifət olur, əzmlə işləmək deyəndə isə zərf olur. Amma hardly sözü, yəni hard sözü ly qəbul etdiyi zaman, hard sözündən tamamilə fərqli bir məna ifadə eləyir. Güclə, çox az demək olar ki, mənalarını verir hardly sözü və işləndiyi cümləni əsasən inkara çevirir never kimi. Yəni I had hardly done this. Çətin ki, mən bunu etmiş ola bilim, edə bilim mənasında verəcəyik. Ümid edirəm ki, bu hissəsi də tam sizə aydın oldu. Sonra high sözü də yüksək deməkdir. Həm sifətdir, həm zərfdir. Məsələn, nümunə olaraq deyirik ki, high sözü yüksək, hündür mənasını verir. High tree, yəni ya da high mountains. High tree, yəni yüksək, hündür ağac. Artiklında qoyum, tree aiddir. Burada high tree, yəni yüksək hündür ağac. Bir də deyirəm ki, fly high, yüksəkdən uçmaq.
Yəni burada uçmağa aid olduğuna görə zərfdir. Burada ağaca aid olduğuna görə sifətdir. Amma highly sözü, highly, yəni high sözü ly qəbul edərsə, highly, ly qəbul edərsə, o zaman burada artıq tamamilə fərqli bir məna olacaq. Yüksək dərəcədə, yüksək səviyyədə deməkdir. Məsələn, baxın burada nümunə verir. He always speaks highly about himself. O özü haqqında həmişə yüksək səviyyədə danışır. Yəni yüksəkdən danışır və yaxud da hündür danışır deyil, yüksək səviyyədə danışır. Məsələn, yüksək səviyyəli işçilər axtarılır deyəndə də highly sözündən istifadə eləyəcəyik. Eyni qayda ilə near sözü, nearly, near həm sifətdir, həm zərfdir. Yaxın deməkdir near. Yaxınlıqda yaxın mənasını verir. Nearly sözü isə demək olar ki, təqribən mənasını verir. I have studied in nearly 6 years. Təxminən 6 il Bakıda təhsil almışam. Burada isə deyir ki, do you live near? Yaxınlıqda yaşayırsan deyə bilərik. Hardly, highly, nearly, closely zərfləri dərəcələri olmur. Yəni dərəcələnmir. More hardly, most hardly, more highly, most highly, highliest, highlier şəklində qəti sürətdə işlədilməyəcək. Bunlara diqqətli oluruq. Yəni bu sifətlər, daha doğrusu bunlar artıq zərfdir. Bu zərflər ly qəbul etmiş formaları zərfdir. Bu zərflər dərəcələnmir. Sonra alone sözü. Alone tək deməkdir. Həm sifət, həm də zərf kimi işlənir. Amma lonely ancaq sifətdir. Lonely ancaq sifətdir. Alone sifət kimi be alone formasında işlənə bilər. Baxın, I am alone, mən təkəm. Amma to be ilə işlənəndə alone sifət ola bilər. Amma to be-siz işlənirsə artıq zərf olur. I went alone, tək, yalnız getdim. Sonra bax, feel sözü ilə verirsə, feel lonely verəcəyik. Feel lonely. Nəyə görə? Çünki feel link verbdir və zərf gətirmir, sifət gətirir. To, also, as well, either zərfləri həmçinin dadə kimi tərcümə olunur. Bunlar təsdiq cümlələrdə işlənir. Either isə inkar cümlədə işlənir. Biz bunları short answers'da da keçəcəyik. Else başqa deməkdir. Baxın, burada zərfi, some, any, no əvəzliklərinin törəmələri ilə bunu biz artıq təyinicilərdə keçmişdik. Somebody else, anybody else və yaxud da sual əvəzlikləri ilə işlənir. Who else, where else, what else şəklində işlədirik. Sonra burada əlavə qeydlər verilib. Even zərfi hətta deməkdir. Only yalnız deməkdir. Just elə, məhz, sadəcə mənasını verir. At all qətiyyən deməkdir. Baxın, burada verilir. İnkar cümlələrdə kimi tərcümə olunur. Cümlə verib, even a child can do it. I have only 6 friends. Hətta deyir, uşaq bunu eləyə bilər. Only 6 friends, yalnız 6 dostu. This is just, bu elə məhz. What I wanted. Ya da burada görürsünüz, don't want like at all. At all inkar cümlədə işlənir. At all inkar cümlədə işlənir. Even, only, just deyil. Sadəcə at all inkar cümlədə sonda işlənir. This is just what I wanted. Bu elə mən deyir, istədiyim şeydir. Məhz istədiyim şeydir şəklində tərcümə olunur. Burada isə testlərin izahları verilibdir. İstəsəz bunlara da göz gəzdirə bilərsiniz. Gəlin birinə baxaq ki, testləri işləyəndə sizə rahat olsun. Baxın, burada birinci sualda ever sözünü veribdir. Ever bilirik ki, üstünlük dərəcəsinin göstəricisidir. Baxın, bir də burada was var. Deməli, cümləmdə
sifətin üstünlük dərəcəsini gətirəcəm. Çünki to be dediyimizdə am, is, are, was, were, shall be, will be nəzərdə tuturuq. Bu dedik ki, link word'dır. Link word özündən sonra sifət deyil, zərf gətirər. Yəni, daha doğrusu link word'lər zərf deyil, sifət gətirəcək. A variantına baxırıq. Harder than verib, than müqayisəni göstərir. Biz artıq burada üstünlük olduğunu tapdıq. Sonra burada bax, the most hardest veribdir. Mostdan işlətməyəcəyik. Sonra as hard as veribdir. Yəni, bu nədir? As hard adi dərəcəni göstərir. The hardest veribdir. Bir də hard veribdir. Harder işlətməyəcəyik. Çünki dedik axı üstünlükdür. Üstünlükdürsə B variantı olacaq. The hardest championship ən çətin çempionluq idi. İştirak etdiyim. Burada izahını yazılı şəkildə də veribdir. Düzgün cavab da burada B-ni götürübdür. Yenə burada gəlin ikinci suala baxaq. İkinci sualda nə var? İkinci sualdan daha çox üçüncü suala baxmaq istəyərdim. Burada uşaqların çaşdırdığı daha çox. Baxın, burada my sözü, bir də than sözü var. My younger brother ya da elder brother deyəcəyik. More young deyə bilmirəm, çünki A-nı buradan çıxıram. More young deyə bilmərəm, çünki young sözü ear-lə düzəlir. Younger olardı. D-ni saxlayıram, elder, older sözünü saxlayıram. Burada my older brother deyil, daha çox elder brother şəklində verəcəyik bunu. Than olduğuna görə burada elder'ı istifadə etməyəcəyik. My, burada my'dan sonra Z artiklını işlətməli C-ni də buradan çıxdıq. Cavab olacaq təbii ki D variantı. Nəyə görə? Çünki yenə deyirəm, burada baxın B variantında my older brother deyil, my elder brother verəcəyik. İzahında da verib ki, elder ailə içində daha böyük olanını göstərmək üçün işlənilir. My elder brother, elder sister. Deməli, B-Y variantları səhvdir. Yəni, B-Y-ni çıxdıq. Lakin bu sifətlərdən sonra heç vaxt than, yəni elder than işlədilmir. Ona görə də buradan C variantını çıxdıq. C yeni çıxırıq. Yəni qalır burada D variantı. Düzgün variant D variantıdır. Digərlərinin izahına özünüz baxa bilərsiniz. Videonu saxlayıb. Deməli, biz bugün öyrəndik zərfi. Zərf bildik ki, hərəkətin necəliyini bildirir. Zərf sifətin sonuna ly şəkilçisini artırmaqla düzəldirik. Ly şəkilçisini artırmaqla düzəldirik. Amma bəzi sözlərimiz var ki, onlar həm sifətli, həm zərfdir. Fast, fastly, long, fastly deyə bir söz yoxdur. Fast, long, far, low, little, much, early, hard, daily. Hətta early sözünü bura gətirə bilərik. Bunlar nədir? Bunlar həm sifətdir, həm zərfdir. Sonra yerinə görə əgər hərəkətə aiddirsə zərfdir, isimə aiddirsə zərfdir. Bunlar link verblər sayılır. Be, become, get, seem, look. Link verblər özlərindən sonra zərf deyil sifəti gətirəcək. Amma smelldir, taster, lookdur. Bunlar belə deyək də, hərəkət ifadə edərsə o zaman zərf gətirəcək. Look sözünü qəbul edərsə zərf gətirəcək, qəbul etməzsə sifət gətirəcək. Bunların hamısını izah etdim. Hər ly bitənlər zərf sayılmır. İsmin və yaxud da feilin sonuna artırdığımız ly-lar sifət sayılır. Sifətin sonuna artırdığımız ly zərf sayılır. Biz bu sifətləri zərf kimi işlətdiyimiz zaman in, nöqtələr, way qəlibindən istifadə eləyəcəyik. Zərfin dərəcələri eyni ilə sifətin dərəcələrdir. Sadəcə olaraq sifətin dərəcəsində Z artiklı, üstünlük dərəcəsində Z artiklı var. Zərfin üstünlük dərəcəsində Z artiklı yoxdur. Eyni sifət necədirsə zərfdə eynidir. Burada da dedik ki, high, late, hard sözlərinin
həm sifət, həm zərf və ly qəbul edərsə sırf zərf variantında fərqli mənalarda nə cür işlənir onlardır. Ümid eləyirəm ki, zərf mövzusu aydın oldu. Nəyi anlamasanız şərh bölməsində qeyd edərsiniz. Abunə olmağı və xoş sözlər yazmağınızı unutmayın. Dinlədiyiniz üçün təşəkkür edirəm.